Düzgün motivasiya edici tapdığımız zaman öyrənmə prosesi həm daha asan, həm də daha effektiv şəkildə irəliləyir. Valideynlər tez-tez düşünür ki, uşaq tapşırığı etmək istəmirsə, demək ki, uşaq inadkardır. Amma ABA terapiyada biz məsələyə daha fərqli yanaşırıq. Seansa başlayan zaman ilk işimiz uşağı məcbur etmək olmur. Əvvəlcə onun motivasiyasını tapmağa çalışırıq. Yəni uşaq daha çox nədən zövq alır? Hansı oyuncaq, hansı fəaliyyət və yaxud da hansı qida onun üçün daha maraqlıdır və daha dəyərlidir? Çünki motivasiya olmadan öyrənmə prosesi də çətinləşir. Uşaq sevdiyi mükafatı əldə etmək üçün yeni bacarıqlar öyrənməyə daha həvəsli olur. Bu, elmi araşdırmalarla da təsdiqlənmiş ABA prinsiplərindən biridir. Unutmayaq ki, hər uşağın motivasiyası fərqlidir. Bir uşaq üçün ən güclü motivasiya edici top olduğu halda, digər uşaq üçün köpük, slaym, yerləncək və yaxud bir qucaqlanma və ya hər hansı bir qida ola bilər. Buna görə də ABA terapiyada hər uşağın proqramı fərdi şəkildə hazırlanır. Unutmayaq ki, düzgün motivasiya edici tapıldıqda öyrənmə prosesi daha asan və daha effektiv şəkildə irəliləyir.